Vaxtilə mənim irəliyə çəkdiyim, mənim yetişdirdiyim insanlar mənim Azərbaycana gəlməyimin qarşısını alırdılar. O vaxt Heydər Əliyevin Bakıya gəlməyi, o vaxtki rəhbərliyi çox narahat edirdi və müəyyən yollarla bunun qarşısını almaq istəyirlər. Yadınızdadır, aeroportda bir qrup əvvəlcədən öyrənilmiş adamları yığmışdılar. Onlar protest edirlər. Ancaq ağılsız insanlardılar. Onlar bir qrup, ola bilər 50-60 nəfər Bakı hava limanına gətirmişdilər ki, onlar mənə qarşı protest etsinlər. Amma onlar da bir şey edə bilmədilər, mənim qarşımı ala bilmədilər. Yəni, məni istəyirdilər ki, hava limanından Moskvaya geriyə qaytırsınlar. Bunu edə bilmədilər, məni burada mənim yaxın adamlarım qarşılayırdılar, qardaşımıdır, qohumlarımıdır. Mənim bərabər uzun illər işləmiş Rəfail Allahverdiyevidir. Təbii də onların o qədər bu nəqliyyat vasitələri də yoxdur, məhdududur. Rəfail Allahverdiyevin bir Volga avtomobili vardı. Biz bir çətinliklə hava limanından çıxıb şəhərə gəldik və mən qardaşımın evində yerləşdim. Mənə ciddi xəbərdarlıq etdilər ki, əgər mən Bakıda yaşasam, böyük təhlükə məni gözləyir, hətta terror gözləyir. Ona görə də mən 3 gündən sonra Bakını tərk etdim və Naxçıvana getdim. Orada da mənim o qədər bir qohumum yox, bacım yaşayırdı. Onun evində yerləşdim. Naxçıvanda xalq məni çox mehribanlıqla qarşıladı və bütün bu mənə qarşı edilən ədalətsizlik. Baxın, bu KGB generalının, yəni deyək ki, Heydər Əliyevin özündən uydurduğu, Heydər Əliyev ümumiyyətlə, yəni bu illərdə Azərbaycanda deyək ki, son 10 ildə deyək ki, 93-dən yuxarı özündən böyük adam düzəltməyə çalışdı. Və onu da bugün İlham Əliyev davam etdirməkdədir. İnanın mənə, yəni sadəcə olaraq gör nə qədər cılız, nə qədər nadan adamdırsa, güya bu fikirləşir ki, bu əgər bundan əvvəlki hakimiyyət istəsəydi, Heydər Əliyev nəinki samolyotdan yerə düşə bilməzdi ümumiyyətlə. Sadəcə olaraq gözdən başında çəkdilər ki, 24-də onun böyründən bu Heydər Əliyevin ətrafında olan adamlar Rəfail Allahverdiyevindən tutmuş. Hamısı anındaca, yəni bir balaca darda olanda onu satmağa hazır olan insanlardır. Və o vaxtı da, yəni sadəcə olaraq indi güya belə danışırdılar, o vaxtın hakimiyyətinin sadəcə olaraq ağılsızlığı, yəni Heydər Əliyev bunu deməklə, onu demək istəyir ki, bunlar o qədər nadan, o qədər rəzil, o qədər gücsüz adamlar idilər ki, elementar şeyi də bacarmadılar. Amma əslində Əliyev işinə o vaxt gedirdik və onlar günüz axşama kimi başa salırdılar ki, Əliyev çox təhlükəli adamdır. Əliyev Azərbaycana qoymaq olmaz. Yəni, Azərbaycanı satıb Kremlə qədər yüksələn bir adamı yenidən gətirib Azərbaycana başçı qoymaq olmaz. Qardaşlar, ay yoldaşlar, ay Azərbaycan xalqı olmaz. Amma yox, Heydər Əliyevin ətrafında olan həmən o keçmiş dələduzlar xalqı yoldan çıxarda bildilər. Yəni, xalq deyəndə bir qrup dələduz və şərəfsiz insanları yoldan çıxartdılar və indi ölkəmiz bu gündədir və bu gün siz yəqin ki, çox gözəl bilirsiniz bugün Naxçıvanda nələr baş verir. Naxçıvanda demək olar ki, 90-cı illərə qayıdıblar. Yenə də samolyot, aeroportda, deyək ki, təyyarə uçuşunda, falanda insanlar, yəni sanki blokadaya alınmış şəkildədir Naxçıvan və mən yadınızdadırsa hələ 99, 2000, 2096 sonra, yəni Vasif Talıbovun vaxtında olan vaxtda sizə danışmışam. Mən bir dəfə, 2 dəfə, 3 dəfə Naxçıvana gedib gəlmişəm. Yəni onun ikisində deməli Türkiyəyə getmək üçün və birində də sadəcə olaraq Naxçıvana gedib qayıtmışam və orada olanlar barədə sizə məlumat vermişəm və bugün də Naxçıvanda vəziyyət çox dəhşətdir. Və Naxçıvanı bugün boşaldırlar. Sürətli şəkildə Naxçıvanlılardan təmizləyirlər. Naxçıvanı yezdi kütlər gətirib doldururlar. İlham Əliyev sanki
Heydər Əliyev siyasət təbii məsələdir. O vaxt Heydər Əliyevin vaxtında Naxçıvanı demək olar ki, muxtar respublika kimi az qala deyək ki, bir strategiyadan asılıdır ki, yəni Azərbaycandan ayırmaq. Əgər Heydər Əliyev Azərbaycana gəlməsəydi, yəqin ki, bunu eləyəcəkdi və bu gün də Naxçıvanda gedən proses ondan xəbər verir ki, sabahları əgər İlham Əliyevin deyək ki, dara düşsə, bunlar fikirləşirlər ki, geçsinlər, oraya yerləşsinlər, amma boş söhbətdir. Yəni, havai söhbətdir. Yəni, baş tutan məsələ döyüş. Baxın, Naxçıvan xalqı Heydər Əliyevə, baxın, Bakıdan bu şey yaradırdı da, Krimlər yaradırdı ki, güya ki, Heydər Əliyev çətinliklərdən çıxdı, getdi Naxçıvana və orada bunu xalq qucaq açdı və öz qəhrəmanını qucaqladı və Heydər Əliyev onlara bugün ot yoldurur. Yəni Heydər Əliyev siyasəti.